İşimlə bağlı çəkilişlərimiz üçün Gəncədən Zaqatalaya yol aldıq. Çəkiliş əsasında isə özüm üçün arxa kadrlarda götürmüşəm. Zaqatalada avqust ayında olmuşdum. O vaxt çox narazı qalmışdım. Hətta oradan qaçmaq istəyirdim. Səbəbi su problemi idi. Bir damcı yağış düşən kimi sular bulanırdı və bu məni çox narahat edirdi. Elə bilirdim ki, rəngim bozarıbdı. Amma bu fəsildə gəldiyimə görə çox sevinirəm. İş dayanacağımız Heydər Əliyev parkıdır. Burada insanlar payız fəslində fotosessiya edirlər. Çünki şəkil və videolar üçün doğrudan da dəyərli bir məkandır. Parkın içində qırmızı kərpiçli bir yer var. Nə olduğunu bilmirəm, amma görünüşü çox gözəldir. Taxtadan balaca oturacaqlar da estetik görünür. Parkda biz xanımlar rastlaşdıq. Onlar rəqs edirdilər və biz onlarla bircə rəqs etdik. Sadəcə onlar kadra düşmək istəmədi işlər üçün. Onları çəkə bilmədik. Amma rəqslərini və musiqilərini həqiqətən çox bəyənirəm. Xüsusilə də son zaman trend olan bu musiqi və rəqsi. Xanımların rəqslərini saatlarca izləyə bilərəm. Zaqatala möhtəşəm gözəlliklərə və tarixə sahib olduğu üçün burada məkanları biz ard-arda gəzdik. Hansı ki, məkanlar da bir-birinə çox yaxındır. İlk əvvəlcə qala düzünə, oradan da tarixi kilsəyə keçid etdik. Düzdür, kilsənin adını bilmirəm, amma kilsə çox qədimdir. Köhnə olsa da öz ab-havasını qoruyub saxlayıb. Yuxarı hissəsində quşların uçduğunda görünmək belə fərqli bir atmosfer yaradır. Sonda biz birbaşa qala düzünə doğru gedirik. Çünki çıxışımız oradandır. Qala düzündə də Dədə Qorqud heykəlini görə bilərsiniz. Bura çox təmiz, geniş və sakit bir məkandır. Ümumiyyətlə, Zaqatalada bu fəsildə gəlməyə dəyər. Təbiət rəngarəng, hava xoşdur və şəhərin ruhu tamam başqa cürdür.